Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Fərəcə Vayişəm. Bu günləri sizlərə kurikulumdan paylaşdığımız yeni sualın izahını vermək istəyirəm. Hörmətli müəllimlər, bu tipli suallar işləmək istəyirsinizsə mütləq şəkildə kanala abunə olun və xüsusi olaraq canlılarımız açılır ki, MİQ və sertifikasiya müəllimlərinə dəstək olaq və bu həftə üçün artıq MİQ baxları açıqlanacaq. İnşallah ki, sizlərə də yetərincə dəstək olacağım. Gəlin suala baxaq. Nə üçün sualın düzgün cavabı A, B, C, D, Y olmalıdır və yaxud da ki, hansı cavabdır? Bir yerdə sizinlə müzakirə edək. Və biz Instagram səhifəmizdə də ixtisaslar üzrə informatika, tarix, Azərbaycan dili, riyaziyyat və digər fənlər üzrə də kurikulum sualları paylaşmışıq. Mütləq şəkildə Fərəcov Akademik kanalına keçid edirsiniz və hər birini izləyərək rahat şəkildə işləyə bilərsiniz. Demək müəllimlər, məktəbdə yeni təyin olunmuş müəllim şagirdlərə məsuliyyət hissini formalaşdırması məqsədi ilə sinif qaydalarını şagirdlərlə birlikdə müəyyən edir. Bilirsiniz ki, biz qaydaları şagirdlərlə müəyyənləşdirəndə şagirdlər həmən qaydalara qarşı həm məsuliyyətli olurlar, həm də həmən qaydaları düzgün şəkildə yerinə yetirə bilirlər. Onlara seçim hüququ verir və davranışlarının nəticələrini birlikdə müzakirə edir. Lakin bir müddət sonra bəzi şagirdlər müəllimin yumşaq münasibətindən istifadə edərək, yəni müəllim bilirsiniz də şagirdlərlə yumşaq münasibət qurduğu zaman belə bir problem ola bilər ki, şagirdlər qaydaları poza bilər. Bu halda müəllim isə cəza vermək əvəzinə həmin şagirdlərə davranışlarının kollektivə təsiri haqqında düşünməyi tapşırır. Bu vəziyyətdə müəllimin fəaliyyətdə aşağıdakı yanaşmalardan hansı daha çox üstünlük təşkil edəcək? Bu vəziyyətdə müəllimin fəaliyyətində edəcəyi hansı yanaşma doğru yanaşmadır ki, məhz həmən verilən mətnə aiddir. Birinci, xarici nəzarət və məcbur etmə yolu ilə tərbiyə etmə daha məqsədə uyğundur və şagirdlərdə tez nəticə göstərir. Məcbur etmişdimi burada şagirdi? Xeyr, biz bunu götürə bilmərik. Çünki nəzarət ola bilər, amma məcbur etmə yolu ilə nəsə yoxdur. Demokratik idarə etmə və daxili məsuliyyətin formalaşdırılması şagirdlərdə özünü müşahidə etmə və refleks etməsinə şərait yaradır. Fikir versəniz, şagird demokratik idarə etmə, yəni düzgün şəkildə idarə etmə, demokratik nə deməkdir? Müasir dövrdəki idarə etmə və daxili məsuliyyətin formalaşması şagirdlərdə özünü müşahidə ki, kollektivə təsirini düşünməyə başlayır və neyinir? Özünü refleks etməyə çalışır. Aha, bu variant daha ideal cavab görsənir. Gəlin C bəndinə baxaq. Demokratik idarə etmə və davranışın korreksiyasını həyata keçirərək keçdiyimiz prosesi refleks edərək öyrətmə nailiyyətinin yüksəltməsinə təsir edir. Baxın, bizim prosesi refleks etməyimizə ehtiyac yoxdur. Çünki səhvi şagird edibdir və biz şagirdi refleks etməyə yönəldirik. Nə bizim keçdiyimiz nailiyyət, yəni şagirdləri əldə etdiyimiz nailiyyət, nə keçəcəyimiz dərs deyil burada problem. Problem burada şagird həmən qaydaları pozur. Və müəllim cəza əvəzinə davranışların kollektivə təsiri haqqında düşünməyi tapşırır. Ona görə də bu yanlış olacaq. Davranışın yanaşma və mükafatlandırma sistemi vasitəsilə prosesi tənzimləyərək şagirdlərin öyrənməsinə şərait yaradırıq. Biz mükafatlandırmadan istifadə etmədik və yaxud da öyrənməyə şərait yaratmaq bizə lazım deyil. Bu problemi cəza vermək əvəzinə şagirdlərin davranışlarını kollektiv təsiri haqqında düşünmə şagirdə nə verəcək, hansı üstünlük təşkil edəcək, bu lazımdır. İntizamın inzibati üsullarla tənzimlənməsi və aradan qaldırılması daha məqsədə uyğun bir prosesdir. Yəni, daha ciddi şəkildə cəzalandırma üsulu ilə, inzibati üsullarla tənzimlənməsi deyir və yaxud da ki, ciddi şəkildə bir qayda qanun deyir. Amma biz burada şagirdə cəza vermirik. Əvəzinə həmən şagirdlərin davranışlarının kollektivə təsiri haqqında düşünməyi tapşırırıq. Demək, şagird nə edəcək? Özünü müşahidə edəcək, məsuliyyət hissini formalaşdıracaq və refleks edəcək. Doğru cavabımız B bəndidir. İmtahanda da belə çətin, düşündürücü və ən əsası isə fərqli suallar düşür. Bu kimi suallar işləmək üçün mütləq şəkildə kanalımıza abunə olursunuz və əgər siz də imtahana qədər 500-dən artıq qəbul səviyyəli testlər işləmək istəyirsinizsə, mütləq şəkildə aşağıda qeyd olunan 050 566 0061 nömrəsinə əlaqə saxlaya bilərsiniz və hətta 20 günlük MİQ proqramımıza qoşularaq ən azı 13, 14, 15 nəticə əldə edə bilərsiniz. Özünüzə yaxşı baxın, mütləq şəkildə izləmədə qalın.